Karanlık kalan yerlerden herkese salamlar. Bugünkü qonağımız 2004-cü ildə ANS televiziyasında keçirilən meyxana yarışmasının qalibi, çempionu Vüqar Yasamal kimi tanıdığımız Vüqar Şiriyevdir. Vüqar, xoş gördük. Xoş gördüm Varis, çox sağ ol dəvətinə görə. Əgər əvvəlki verilişlərə baxmısansa, proses belə gedir ki, biz əvvəl qonağı dəvət edirik, icazəsini alırıq və okey alandan sonra onun şəklini paylaşırıq kanalda və izləyicilər də ora şərh yerinə, həmin şəklin altına şərh yerinə sualları yazırlar. Əgər hazırsansa, keçək suallara. Buyurun. Amil Növrəs adlı daim izləyicimiz yazıb ki, salam aleykum mübariz qardaş. Sizi və qonağınız Vüqar bəyi salamlayıram. 2 sualım olacaq. Mənim fikrimcə stolüstü meyxana məclislərində deyilən sözlərin, fikirlərin yükü toyda, ziyafətdə deyilən sözlərin, fikirlərin yükündən adətən daha ağır olur. Daha da yadda qalan olur. Bəs Vüqarın iştirak etdiyi stolüstü meydanlardan ən çox yadında qalan qafiyə və işlətdiyi kuplet hansı olub? Maraqlı olar bilmək. Salamlayıram izləyicimizi. Çox maraqlı, çox gözəl sualdır. Və ilk növbədə o fikirlə də mən də tamamilə razıyam ki, stolüstü meyxanalarda məna yükü daha çox olur, nəinki toyda deyilən meyxanalarda. Bu da ondan irəli gəlir ki, toy, belə deyək də, kobud da səslənsə, toy meyxana deyənlərin bazarıdır, yəni meyxana deyənlərin gəlir yeridir. Toyda da növbə ötürmək, ləngimək həmin meyxana deyənin toylarının azalmasına səbəb ola bilər. Ona görə də orada ləngiməmək üçün bəzən o qədər də dərin məna yükü olmayan sözlər deyilir. Amma stolüstü meyxanalarda adətən publika olmur. Yəni orada olan iştirakçıların da demək olar ki 90%-i ya meyxana deyən olur, ya da meyxananı elə meyxana deyənlərin özü qədər bilən, məsəl üçün biri Həsən olsun, yəni meyxana deyənlərin özü qədər bilən xiridarlar olur. Qaldı mənim yadımda qalan, mənim adətən özlədiyim meyxanalar yadımda qalmır. Qafiyələr də yadımda qalmır çox vaxt. Amma bir kuplet var ki, o necəsə olub, ilişib qalıb yaddaşımda. Qafiyə də belə idi. Təb elə şeydir ki, rəvan ola bilər, olmaya da bilər. Təzə fikir, təzə güman ola bilər, olmaya da bilər. Orada belə bir bənd demişəm. Haram da olsa intihar, onda cəsarət payı var. Hər kəsənin haqqı qədər haqqı ədalət payı var. Həqiqətən yalan olan sözün həqiqət payı var. O söz həqiqətdə yalan ola bilər, olmaya da bilər. Sağ ol. Və həmin izləyicinin ikinci sualı. Əlində 1000 səs olmuş olsaydı, hal-hazırda iştirak etdiyi meyxana yarışmasında özü xaric, hansı iştirakçılara bu 1000 səsi necə bölüşdürərdi? Tam səmimi şəkildə. Təşəkkür edirəm, uğurlar arzulayıram hər ikinizə. Amil Növrəs. Çox sağ olsun. Maraqlı sualdır. Biraz da adamı çətin vəziyyətdə qoyan sualdır. Çünki kimisə desəm, o biriləri inciyəcəklər, böyük ehtimal ki. Ancaq adam məndən səmimi cavab istəyibsə, mən də tam səmimi cavab vermək istəyirəm. Lökbatanlı Aydın, Pərviz Arif və Valeh Lerikli əmoğlu. Bunların arasında tam şəkildə bölə bilmərəm, çünki 1000 səs alınmır, yenə də ortada qalır. Ona görə də 300 səs Valehə verərəm. 300 səs Pərviz Arifə verərəm, 400 səs də Aydın Lökbatanlıya. Fuad adlı başqa bir izləyicimiz belə bir sual verib. Səncə yaradıcılıq insanın daxilinə verilən bir ilhamdır, yoxsa zəhmətlə qazanılan bir bacarıq? Burada yaradıcılıq və istedad məsələsi var. Əgər izləyicimiz istedadı soruşsaydı, mən əlbəttə düşünmədən, fikirləşmədən cavab verərdim ki, bəli, istedad insanla bir yerdə doğulan bir şeydir. Amma yaradıcılıq artıq o verilən istedadın nəticəsində ortaya çıxan
əsərlərdir. İnsan hansı sahədə, bu müxtəlif sahələrdə ola bilər, istənilən sahədə ola bilər. Məsəl üçün, gəlin götürək elə şeiriyyatdan və yaxud meyxanadan. Bir insan meyxananı incəliklərinə qədər çox mükəmməl şəkildə bilə bilər. Məsəl üçün, bir elə sən varsın. Sən bilirsən ki, rədif nədir, qafiyə nədir, meyxananın yolu nədir, necə demək lazımdır, onu da bilirsən. Qafiyə sözlərini də bilirsən. Yəni, bunları bilirsənsə, bənd düzəltmək elə də çətin bir şey deyil. Əgər insanın içində o istedad yoxdursa, lakin meyxana deməyin yolunu bilirsə, o dediyi meyxana istedadlı meyxanaçının dediyi meyxanadan istər-istəməz seçiləcək. Çünki o bir var nəzəriyyəni bilmək, bir var ancaq sən bunun üçün seçilmisən. Seçilmiş insanın dediyi meyxanana, nəzəriyyəni bilib meyxana deyən adamın dediyi meyxanadan o dəqiqə seçilir. Çünki o istedadı olan insanın bir ruh qata bilir dediyi sözə. Amma sadəcə sənəti bilən, incəlikləri bilən adamın dediyi bənddə o ruh hiss olunmur. Söhbət əgər yaradıcılıqdan gedirsə, bəli, yaradıcılıq zəhmət nəticəsində təkmilləşdirilən bir xüsusiyyətdir. Yəni, bu insana daxilən verilmir. Daxilən verilən istedaddır. Yaradıcılıq isə istedadın nəticəsində ortaya çıxan bir əsər deyək, ya bilmirəm, adına nə deyirsinizsə odur. Ariz Şabanov adlı başqa bir izləyici bir sual verir. Salam Mübariz bəy və qonağınız Vüqar bəyə. Əleykum salam. Vüqar bəy meyxanası ilə fərqlilik yarada bilən meyxanaçılardandır. Hamıya maraqlı olan sual mənə də maraqlıdır. Uzun müddət meyxana məclislərində olmamasının səbəbi nə idi? Bir qədər sənətdənmi küstü, yoxsa məclislərə dəvətmi olmadı? Çox sağ olun, verilişə də, Vüqar bəyə də sənətində uğurlar. Çox sağ olsun izləyicimiz sualına görə. Mən əvvəldən başlayayım. 2004-cü ildə Degəlsin yarışmasından sonra aslında ki, qalib oldum. O yarışmadan təxminən bir 3 ay sonra hərbi xidmətə çağırıldım. Bir il hərbi xidmətdə olduğuma görə, bir il buna görə ortalıqda görünə bilmədim. İncəsənət də elə bir sahədir ki, əgər orada, məsəl üçün, illərlə sən yaradıcılıq göstərə bilərsən və hamının yadında olarsan. Amma bir ay, 2 ay ortalıqda görsənməmək artıq o illərlə qazandığım reklamlı populyarlığı itirmək deməkdir. Müəyyən faiz itirmək deməkdir. Mən də bir il az müddət deyil incəsənət üçün ortada görsənməmək baxımından. Mən də bir il hərbi xidmətdə olduğuma görə Degəlsindən sonra ortada görsənmədim. Sonra əsgərlikdən gələndən sonra açığı yaradıcılıqla məşğul ola bilərdim. Məşğul oldum da, daha doğrusu yaradıcılıqla yox, toylarla məşğul oldum. Sonra gördüm ki, yox, toylar da bir o qədər, toylarla da bir o qədər qane olunmuram, nə mənada, yəni maddi gəlir baxımından. Sonra sahəni dəyişdim və başqa sahələrdə işlədim, hətta dövlət işlərində də işləmişəm. Ancaq belə bir söz deyirlər, insan dünyanın hər bir yerinə qaça bilər, ancaq özündən heç yerə qaça bilməz. İstedad da elə bir şeydir ki, insan hara gedirsə, hansı sahə ilə məşğul olursa olsun, ondan qaça bilmir. Mən başqa sahələrdə çalışmağa cəhd elədim nə qədər, ancaq gördüm ki, yox, istedad əl çəkmir. Ona görə də böyük bir fasilədən sonra yenidən sənətlə məşğul olmağa qərar verdim. Bu fasilə də izləyicimizin verdiyi sualda cavabı da budur ki, o fasilə məhz bununla bağlı oldu. Ancaq indi bu günə qədər olmayan bir əzmdən qayıtmışam. Çox maraqlı işlər ortaya çıxartmaq planlaşdırıram. Sadəcə plan kimi qalmayacaq. Bu dəfə söz verirəm ki, bunların hamısını reallaşdıracağam. Mən 2010-cu ildə Ataşa düyün
iki misra yadıma düşür. Boş yerə vaxt itməsin. Qoy elə indidən mənim qələbə haqqda hər yanaq xəbər gedirsə getsin. 2010 digərsindən. Bir tənqidçi aparıcı olsaydın və qonağın Vüqar Yasamallı olsaydı, onun hansı qüsurunu səsləndirərdin? Bu sual sənədir, mənədir. Buyur, sənədir. Mənədir. Bəli. Hə, Vüqar özümün hansı... Aliyev adlı bir izləyici yazıb. Hə, çox sağ olsun. Özümün hansı qüsurunu? Birinci növbədə tənbəllik. Birinci növbədə tənbəllik. Mən bayaqları o birisi izləyicimizin sualında ortada görünməməyimin səbəblərini sadaladım, ancaq burasını demədim, istədim bu cavab burasından qaçım, ancaq izləyicilərimiz sağ olsunlar, imkan vermirlər. Birinci növbədə tənbəlliyi çox böyük qüsurlarımdan biridir. Bir çox layihələrim, bir çox işlərim var ki, indiyə qədər də yazı üzərində, kağız üzərində qalıb, reallaşdırmamışam. Bu da tənbəllim, yəni heç bir mane olmayıb olan. Əgər səs yazma studiyasıdırsa problemi yoxdur, klip çəkilişləridirsə problemi yoxdur. Sağ olsunlar, hər tərəfdən də təkliflər gəlir. Sadəcə öz tənbəlliyim. Mən qüsur kimi özümdə yəni tənbəlliyi səsləndirərdim. Yaşar Məmmədli adlı bir izləyicimiz yazıb, salam, mübariz, sizi və dəyərli qonağınızı Lənkərandan salamlayıram. Vüqar qardaşa yarışda və şəxsi həyatımda hər zaman uğurlar arzulayıram. Cənub şairlərindən hansını daha çox bəyənir? Zəhmət olmasa sualıma səsləndirin. Vüqar, ümumiyyətlə, cənublular bilirmiş sən cənublusan? Deyəsən bilirlər, xəbərim yoxdur. Mən 2010-cu ildə səhv eləmirəmsə, ATV-də yayımlanan bir söz yarışması, meyxana yarışması var idi, sözüm var. Yeri gəlmiş o yarışmada da mən ən yaxşı iştirakçı titulunu aldım. O 3 nəfərə verildi. Biri Orxan Lökbatanlı idi, biri Balabəy idi. İkisini də salamlayıram buradan, biri də mən idim. O yarışmada dedim, yəni Cənub bölgəsindən səs istədim. O həmin yarışmaya qədər çoxsu məni Xızıdan Xızıra dağlı bilirdi. Ətrafım, dostlarım, tanışlarım çoxsu dağlı deyənə elə bilirdilər. Ancaq əgər bilmirlərsə, indi də fürsətdən istifadə edib deyim ki, mən də tanışım. Qaldı Lənkərana. İlk növbədə Lənkəranı salamlayıram buradan. Mənim uşaqlığım bağlıdır o şəhərlə. Biz hər yay tətilində məktəbə baxdı. Lənkərana gedirdik, böyük bazara. Babam gil, nənəm gil orada qalırdı, oraya gedirdik. Bunu da qeyd edeyim ki, Cənub ən azından elə Bakının, Bakı kəndlərinin özü qədər meyxananı sevən və meyxanaya bağlı olan bir yerdir. Dəstəyi çox böyük. Bəli, çox böyük dəstəyi olub. Hətta bəzi meyxanaçıların üzdə olmasına, populyarlaşmasına Cənub toyları çox dəstək olub. Gələk suala, Cənub bölgəsindən Kərim abinin meyxanasını gənc də olsa çox bəyənirəm. Nəinki meyxanasını, ümumiyyətlə uşağın intellektini, savadını və xüsusilə də o tərəfini bəyənirəm ki, bu adam Rus bölməsində təhsil alıb, ancaq çox mükəmməl Azərbaycan dilində həm meyxana deyir, həm çox səlis cümlə quruluşları var. Hiss olunur ki, Rus bölməsində oxumasına baxmayaraq Azərbaycan ədəbiyyatını çox mütaliə edib. Kərim abinin və Rüfət Dahinin meyxanalarını çox bəyənirəm, çox yüksək dəyərləndirirəm. Belə. Mən əslində verilişdən indi qabaq sualları oxuyanda yadımdan çıxmışdı. Harasa bu yaxınlarda Aygün Kəzimoğlu'nun səhifəsində görəndə yazdığım Mərd adam. Qulağına qulaq asdım. Dedim ki, harada Vüqarı görsəm, mütləq mən ona təşəkkür edəcəm mahnıya görə. Həqiqətən möhtəşəm işdir. Çox sağ ol. Başqa bir izləyici yazıb, salamlayıram Vüqarı və deyirəm ki, yarışda məğlub olarsa da məyus olmasın. Çünki sən elə bir yarışda qalib olmusan ki, o yarışdakı məğlublar qaliblərdən daha şanslı olub. Rəşad Dağlı, Vüqar Biləcərli, Orxan Lökbatanlı, Pərviz Bülbülə, Ruslan Müşfiqabadlı və s. Amma sualım tənqid olacaq.
Niyə ilk görüşdə bu qədər zəif meyxana oldu? Axı meyxana rəqabəti sevdiyi halda niyə bu yoldaşlıq görüşü kimi keçdi? Əgər belə davam edərsə, qaldığı yerdən tərpənməz nə layihə, nə də Vüqar. Yəqin ki, söhbət kəlmə-kəlməyə layihəsinə edir. Böyük ehtimal ki, bəli, ondan gedir. İzləyicimizə sualına görə təşəkkür edirəm. Dediyi xoş sözlərə görə də təşəkkür edirəm. Əlbəttə ki, mən bu layihədə məğlub olsam məyus olmayacağam. Çünki bildiyiniz kimi, tamaşaçılarımızın bildiyi kimi SMS yarışmasıdır. Daha doğrusu SMS də deyil. M10-la səs vermədir və bu tamaşaçıların verdiyi səs nəticəsində məlum olur qalib. Bu səbəbdən, məhz bu səbəbdən mən bu yarışda məğlub olsam məyus olmayacağam. Çünki mən elə bir yarışın qalibi olmuşam ki, o yarışın qalibini münsiflər heyətinin verdiyi qiymət təyin eləyirdi və mən də bu yarışmada o münsiflər heyətinin verdiyi qiymətlərin nəticəsində qalib olmuşam. O tərəfi ilə də razıyam ki, o elə bir yarışma idi ki, orada məğlub olan adı çəkilən meyxançılar var ki, çox böyük populyarlıq qazanıblar sonradan. Paradoks burada yaranır ki, qalib olmayan meyxançılar çox böyük populyarlıq qazanıblar. Ancaq mən qalib olduğum halda həmin populyarlığı qazana bilməmişəm. Bu da mənim öz günahımda, öz tənbəlliyimdən irəli gəlib. Qaldı bu görüşmədə izləyicimizin görüşmənin dəyərləndirilməsinə. İlk yarışın ilk verilişi olduğuna görə bizim bir o qədər də o verilişə fokuslanmağa vaxtımız olmadı. Çünki səs vermədə elə birincidən mənim adım çıxdı və Ataş dostumuzun adı çıxdı. Səs vermədən bir həftə sonra biz artıq üzbəüz gəlməli olduq. Yəni, ilk veriliş olduğuna görə və bilirsiniz, veriliş də elə bir şeydir ki, bu birinci buraxılışdan əgər necə başlayırsa, elə də təsir bağışlayır tamaşaçılara və verilişin sonradan baxılmasına bunun böyük təsiri var. Bizim də o həyəcanımız ki, biz bu nədirsə bizdən asılı, bu veriliş baxılacaq, baxılmayacaq, bunun ilk girişini biz eləyirik. Yəni, bu həyəcan biraz sıxdı bizi, biraz Ataşda dil sürüşmələri oldu və məndə də oldu. Ancaq bu ilk efir həyəcanı idi, növbəti efirdə, növbəti yarışmada. Mən inanıram ki, nəinki inanıram, mən sizə əmin edirəm ki, çox gözəl meyxana olacaq. Belə. Yer gəlmişkən, buradan bizi izləyən hər kəsə demək istəyirəm ki, sabahları ATV kanalında səhvləmirəmsə 22:00-da Vüqar Ataş qarşılaşmasının ikinci hissəsi olacaq. Ataş ev sahibi. Bəli, bu dəfə Ataş ev tapşırır. Və bu Vüqar üçün səhvləmirəmsə sonuncu gündür. Şans kimi sonuncu gündür. Bəli. Yəni bütün meyxana sevərlərə demək istəyirəm. Mən Instagramda mən paylaşıb bir dəfə bu mövzuya toxunmuşam. Buradan YouTube-dan bizi izləyənlərə demək istəyirəm ki, bəzən elə olur ki, elə görüşlər olur ki, elə meyxana layihələri olur ki, o layihə səs salana qədər çox izləyicinin həmin layihədən xəbəri olmur. İzləyicinin o layihədən o vaxt xəbər olur ki, artıq o yarış populyarlaşıb və yarışın 8də 1-i yox, artıq 4də 1 hissəsidir. Və orada girib baxırlar, mən şərhləri girirəm, oxuyuram, elə çox şərh yazmasam da girib oxuyuram ki, hamı deyir ki, bu nə heyətdə qalıb, bu nə layihədir, nədir. Bu veriliş amma hələ indi başlayıb. Və Vüqarı orada saxlayıb saxlamamaq sırf bizim əlimizdədir. Yəni, burada boş şeydir. Bəzən şərhlərdə yazırlar ki, kimin pulu varsa o da olacaq, kimin pullu ətrafı varsa o da olacaq. Yəni, xalqın qarşısında heç kim dayana bilməz. Yəni 10.000 nəfər bir olsaq ki, gəlin hərəmiz 1 manat Vüqara yükləyib, Vüqarın M10-dan girək, Vüqarsına səs verək. Yəni bunun qarşısını ala biləcəyi rəqib yoxdur. Yəni nə dayday yoxdur. Ona görə yəni bu günləri mən buradakı izləyicilərimizə də demək istəyirəm ki, Allah şahid ki, mən Vüqarın nömrəsini belə mən bu günləri bilmişəm, o zəng eləyəndə bilmişəm, verilişə gələndə. Mən onu hətta verilişə Instagram üzərindən dəvət eləmişdim. Burada heç bir tərəfdən söhbət getmir, amma meyxanaya 2000-dən sonra baxan nəsil
Məlum ki, Vüqarı tanımır. Onlar da özlərinə görə haqlıdırlar. Vüqarın tənbəlliyindən irəli gəlir ki, onların qarşısına Vüqar çıxmayıb. Amma bir güvənirsinizsə sözümə mən buradan sizin hamınıza deyirəm ki, Vüqara dəstək olun. Bu meyxananın Vüqar kimlərə ehtiyacı var? Mən Ataşı burada qətiyyən, mən bilirəm səhifələr götürüb paylaşacaqlar, mən burada qətiyyən Ataşa ehtiyacımız yoxdur demirəm. Sadəcə Ataş bizim yetərincə sözün demiş qozaman sənətkarımızdır. Ataşın belə loru deyim, biraz da çox deyim, Ataşın o yarışmaya ehtiyacı yoxdur. Zaten Ataşı hamımız tanıyırıq. Amma Vüqar qalıb, bir tərəfdə qalıb, biz Vüqarı önə çəkməliyik və Vüqarı qalib eləməliyik. Biz əgər bu günləri özümüzə xirilar deyiriksə, əgər və Vüqar Şiriyev bu verilişin, bu layihənin 8də birində evə yola salınırsa, yəni mən bir dəfə bir Əli Əleyhisselamla hədisdə paylaşmışdım bu barədə ki, bir kənddə bir nəfər acından ölərsə, bütün kənd qatildir. Bütün kənd qatildir. Hə, bütün kənd qatildir. Mən yenə də öz fikrimdəyəm. Təşəkkür edirəm. Vaxtı Allah məsələn. Çox sağ ol, yox, əstəğfurullah. Mən də bu barədə əgər vaxtımız varsa danışmaq istəyirəm və izləyicilərimizə demək istəyirəm ki, mən Mübarizin mənim haqqımda elədiyi paylaşımları görəndə çox təəccübləndim və hətta düşündüm ki, mən axı bu adamı tanımıram. Bu adətən tanışlar bir-biri üçün belə dəstək olurlar. Yəni mən Mübarizlə ümumiyyətlə bu günə qədər bəlkə də üzbəüz gəlmişik, ancaq yəni bir-birimizi bəlkə o məni tanıyıb sağ olsun. Mən onu tanımadığıma görə yəni bir-birimizə üzdən belə salam verib keçmişik. Bu canfəşanlığını görəndən sonra fikirləşdim ki, nə yaxşı ki, bu günləri Mübariz kimi insanlar var. Yəni mənlə heç bir münasibəti, heç bir tanışlığı olmadığı halda məni belə dəstəklədi. Çox sağ olsun. Mübariz, təşəkkür edirəm. Dəyməz qardaş, mən və buradan bütün meyxana deyən dostlarımıza demək istəyirəm ki, mən üçün Vüqarın şəxsi marağı deyil, valla mən istedadına, sənətinə görə deyirəm. Çox sağ ol. Yəni orada tənqid eləməkdən də çəkinmirəm, çünki mən meyxana deyən deyiləm, bir tərəfdən də o xoşbəxt tərəfim ki, meyxana deyən deyiləm ki, mən hansısa məclisdə yaxud da deyərlər ki, yox, sən demə. Yəni orada elə yarışmacı var ki, ola bilər yaxşı oğlandır, mən zərrə qədər onun yaxşı oğlan olmağına şübhəm yoxdur. Mən də təsdiq edirəm ki, yaxşı oğlandır, amma istedadlı meyxana deyən deyil. O evə də geçsə olar. Yəni meyxana sənətinə heç nə qazandırmayacaq. O qalib olub ancaq özü qazanacaq. Bu sənət heç nə qazanmayacaq o qalib olması ilə. Amma bizə lazımdır ki, bu sənət qazansın. Çünki bu sənətin bugünkü halından narazı olan çoxuq. Biz çoxuq. Həmin çoxuq gəlin dəstək olaq. O çoxluğun içində mən də varım. Allah razı olsun. Biraz ürəyim asıldı genişlik. Nə gözəl. Bir sosial sual vermək istəyirəm. Bugünkü günləri meyxana məclislərində açılan canlılar, müəyyən platformalarda və Instagramda ola bilər, çox TikTok deyək, TikTok üzərindən açılan canlılar, səncə meyxana sənətini reklam edir, yoxsa ucuzlaşdırır? O baxır həmin canlını açan insanın niyyətinə. O nə niyyətlə açır onu? Əgər meyxana üçün nəsə eləmək istəyirsə, yəni bu istiqamətdən baxırsa, meyxanaya xeyri var. Yox, əgər özü üçün, öz tamaşaçı sayını, izləyici sayını, baxış sayını artırmaq üçün eləyirsə, yəni, deməli, həmin insan bu niyyətlə eləsə, istənilən yerdə o canlını aça bilər. Elə meyxanalar var ki, onlar gizlin qalsa yaxşıdır əslində. Ona görə onu, məsəl üçün, bundan qabaq da olub bəzi meyxanalar ki, gizlincə həmin meyxanaçıların səslərini yazıblar, paylaşıblar, hansı ki, o meyxana sırf həmin meydan üçün, həmin məclis üçün deyilir və oradan da kənara çıxmamalı idi. Bu baxımdan əlbəttə ki, bunlar meyxananın ziyanınadır. Yenə deyirəm, baxır həmin canlını açan insanın niyyətinə. Əgər sırf özünü fikirləşib, öz yenə deyirəm, izləyici sayını, baxış sayını artırmaq istəyirsə, bu meyxananın ziyanını ola bilər. Yəni, ziyanına da birbaşa demirəm, ancaq ola bilər ki, ziyanlı olsun. Yox, əgər elə, məsəl üçün, zövqlü izləyicilər, zövqlü adamlar var ki, canlını açmamışdan qabaq, ya da hansısa meyxananın canlı gedən yerdə çəkib cəmaata göstərməmişdən qabaq bir izləyib analiz eləyirlərsə, bu meyxananı ictimaiyyət arasına çıxartmaq olar, yoxsa yox, həmin adamların elədikləri meyxananın ziyanına deyil, əksinə xeyrinədir.
otururam, bir yerdə canlı açıram, meyxana edirəm. Mən təbii ki, ola bədahətən deyirəm. Bəli. Mən bilmirəm ki, onlar nə deyəcək. Bəli. Və elə olur ki, arzu olunmaz bir meyxana olur. Yəni burada niyə mən günahkar olum? Mən onlardan belə düşərdim ki, Bəşkəntin başqa şeydi, başqa şey oldu. Yəni burada niyə mən günahkar olum? Mən bir siz əslində... Yox, force major halları o sayılmır da. Mən bir sən məsələyə əslində sualı verməkdən məqsəd nədir? Biz əvvəllər gedib kirayə yerlərdən kasetlər alıb baxırdıq. Oradakı deyilən meyxanalar da toyda deyilirdi. Orada indiki meyxan deyənlər desəydi də, yenə də meyxana hörmətli qalacaqdı, bu mənim şəxsi fikrimdir. Çünki həmin toylar senzuradan keçirirdi. Bəli. Nəyi vermək olar, kaset təqdim etmək olar ictimaiyyətə, nəyi təqdim etmək olmaz. Bu, onların yanaşması idi, bizə yaxşı şeylər təqdim edirdilər. Və bizdə belə bir xarakter var, asan əldə olunan şeyin dəyərini bilmirik. O, gedirik ora vəsiqə qoyurduq, kaset götürürdük. Kaset götürürdük, ona daha dəyərli yanaşırdı. Elə biləm, meyxana bir növdə ona görə birazı dəyər idi. Demirəm, tam o idi, amma düzdür, meyxanada çox önəm daşıyır. Başqa bir sual vermək istəyirəm sənə, bu əlimə düşüm sənə. Hə, buyur. Ustadlar arasında səncə ən çox dəyər görməyən ustad kim olub? Ustadlar arasında ən çox dəyər görməyən ustad. Ustadlar arasında ən çox dəyər görməyən ustad sualı özü biraz tam aydın deyil. Çünki əgər mən kiminsə adını çəksəm, o adamı yəqin ki, həmin sualı verən adam da və izləyicilərimiz də tanımış adam olacaq. Çünki ustaddan söhbət gedirsə, artıq ona ustad deyilirsə, bu artıq ona verilən dəyərdir. Ustadlar deyiləndə artıq adından bəllidir də, bu adam ustaddır və biz buna ustad deyirik. Əgər deyiriksə, deməli lazımı dəyərini artıq alıb. Ona görə, yəni əgər söhbət meyxanaçıların arasından gedirsə, bu suala cavab vermək olar. Ustadlar arasında deyilirsə, ancaq ustad artıq ustad adını alıbsa lazımdır. Ondan yuxarı ustada nə dəyər verilsin ki? Yəni, ustad adına layiq görülübsə tamaşaçılar tərəfindən, izləyicilər tərəfindən, dinləyicilər tərəfindən artıq bu verilən dəyərdir. Mən Vüqar Şirevdən başqa bir meyxanaçıya, sənə bir qonağa bu sualı versəydim, meyxanaçılar arasından deyərdim və o istədiyim cavabı verməsəydim, mən ona nümunə əfərdim ki, Vüqar Şirev. Çox sağ ol. Amma bugün qonağım qarşımda Vüqar Şirev oturduğuna görə mən sualda əslində meyxanaçılar sözünü dəyişdim, ustadlar var. Vüqar, olub ki, düdüyün meyxananı tamaşaçı düzgün anlamayıb və vəziyyət dəyişir? Yox. Elə bir şey olmuyor, elə bir şey yadıma gəlmir. Vüqar, elə anlar olubmu ki, meyxanaçı olduğuna peşman olmuşsan? Peşman olmuşam, yox, elə bir şey olmayıb. Nəyə görə? Ümumiyyətlə, mən peşmançılıq hissi ilə bir o qədər də yola getmirəm. Nəyə görə? Mən düşünürəm ki, insan peşmançılıq, nəyinsə peşmançılığını keçirdə bilər, ancaq o peşmançılıqla yaşamaq olmaz. Meyxanaçı olduğuma görə peşmançılıq keçirtməmişəm, yox. Ancaq bəzən lazımı qiyməti görməyəndə meyxananın məndən aldığı illərə görə heyfslənmişəm. Belə hallar olub. Ancaq tam %100 peşmançılıq keçirtdiyim olmayıb, yox. Qaranlıq qalan yerlərdən hər kəsə salamlar. Vüqar, bura qədər verdiyim suallar izləyicilərin verdiyi suallar idi. Amma verilişin adından da göründüyü kimi qaranlıq qalan yerlər, verilişin ənənəvi bir sualı var ki, ona öncəki 44 qonağın hamısı cavab verib. 44 qonağın hamısı cavab verib düz olmaz, çünki orada 4 meyxanaçı, dünyasını dəyişmiş meyxanaçılar var. Çəkmişəm, 40 qonaq buna cavab verib. Həmin sualı da sənə də vermək istəyərdim. İzləyicilərin Vüqar Şiriyev haqqında nəyi bilməklərini istəyərdim? Bir növ qonağın qaranlıq qalan tərəfi. Yəni, hansı tərəf ki, bu izləyicilər bu barədə məlumatsızdırlar.
Qaranlıq qalan, mən bir halda ki, elə söhbətə meyxana ilə başlamışıq, elə o meyxana ilə bağlı olan bəzi qaranlıq tərəflərini deyim. Bəzi meyxana yarışmaları olub ki, ad çəkməyəcəm, ancaq elə meyxana yarışmaları olub ki, mənlə deyən rəqib mənim yazdığım sözləri mənim özümə deyib. Yəni, rəqibin mənə deyəcəyi meyxananı mən yazıb vermişəm ona ki, bunları verilişdə mənə deyərsin. Həqiqətən, çox maraqlıdır. Və gəldik verilişin sonuna. Təşəkkürdən başqa dəvəti qəbul edib verilişə gəldiyin üçün təşəkkürdən başqa bilirsən ki, mən çox istəyirəm ki, bu verilişdə qalib olasan bir başqa arzudur, amma mərhələni keçəsən tam bir başqa arzudur. Təşəkkür edirəm. Çünki istənilən bir yarışda səhv eləmirəmsə bir dəfə bu barədə paylaşım eləmişdim ki, yəni elə layihələr olub, yarışmalar olub ki, orada qalib ümumiyyətlə tamam başqa adam olub, amma Bəli, mən şəxsən iştirak elədiyim bir yarışmada qalib olan insanı hal-hazırda meyxana deyən kimi heç kimi. Bu dəqiqə həmin adamın adını çəksəm ki, belə bir meyxana deyən var və böyük bir yarışmanın qalibi olub. Onu nə qalib kimi, nə meyxana deyən kimi mən əminəm ki, heç kim tanımaz. 2001-ci ildə Aydın Xırdalına Allah rəhmət eləsin, çempion oldu və bunu da layiq idi. Bəli, tamamilə layiq. Bəli. Amma biz Rəşad Dağlı kimi bir sənətkarı tanıdıq. Başqa bir digərsin oldu ki, məsələn, lap belə ad çəkərəm, Namiq Məmməd çempion oldu, amma bu meyxana sevərlər üçün, xeyirdarlar üçün nə dəyişdik, heç bir şey. Amma biz orada elə gözəl meyxanalar izlədik ki, inşallah ki, burada qalib başqası olsa belə, inşallah ki, səndən yaxşı, hansı ki, Vüqar Şirevin meyxanalarına az-çox, möhtacıq, inşallah ki, səndən gözəl meyxanalar işlərik. İnşallah. Uğurlar arzulayıram həm kəlmə-kəlməyə layihəsinə, həm onun layihə rəhbərindən tutmuş iştirakçılarına qədər bütün heyətinə, həm kanala, ən əsas da sən və sən kimi meyxanasını bəyəndiyim, sənətini bəyəndiyim dostlarıma. Təşəkkür edirəm Varid, çox sağ ol. Mən dəvətə görə xüsusi minnətdarlığımı bildirirəm və bu yarışmada mənə göstərdiyin dəstəyə görə tamam bir başqa, yəni xüsusidən də yüksək bir təşəkkürdür bu. Mən açığı sən öz dəstəyinlə məni çaşdıran adamlardan birisən yox, birincisisən. Mən yenə deyirəm, mən artıq əlimi üzmüşdüm ki, dünyada belə adamlar var. Amma sən də mən səhv eləmişəm, dünyada sənin kimi adamlar hələ var və sənin səyin nəticəsində bəzi başqa tanımadığım adamlardan da dəstək gördüm və bilirəm ki, burada sənin də rolun böyük oldu. Yəni, paylaşımlarından görüb mənə dəstək olanlar çox oldu. Buna görə sənə xüsusi təşəkkür bildirirəm arzuladığın nailiyyətlərə görə və bu gözəl verilişə görə çox sağ ol. Bəzi meyxana deyən dostlarımız vardı, hətta Vüqar ilə mən o paylaşımlardan sonra mənə bir-iki nəfər oldu ki, zəng elədi. Hətta biri deyir ki, Mübariz, o qədər istəyirdim ki, Vüqara dəstək durmaq, içimdən nə keçirsə, deyə bilmirdim başqa sənət yoldaşlarıma görə. Deyə bilmirdim, sən hamısını dedin. Sağ ol deyirəm sənə. Çox sağ olsun. Mən də sənə sağ ol deyirəm. Bizim və bu sənətin sənə ehtiyacı var. Təşəkkür edirəm, çox sağ ol. Qaranlıq qalan yerlərdən hər kəsə salamlar.